Bu dəfə alışveriş vlogu çəkirəm. Gəlmişik böyük hipermarketə. Rəhəm, nə alırsan? Orada M&M's var. Gəlmişik bayram alışverişinə, amma şirniyyatların içindəyik gələk. Bax görək nə alırıq. Onlar ən qəşəng şirniyyat, amma biz yemirik çünki içində spirt var. Bitirdə Rahim. Almaq istəyirəm. Bravo'dan aldıqlarımız. Gecə saat neçədir, biz burada gözləyirik. Tural gözləyirik, gəlsin gedək. Oturmuşuq. Elə çox şey almadıq. Kiper'e gəlmişəm, amma belə çox şeylər yox idi. Yəni firmalar azdır, mən istifadə edədiyim firmaların çoxsu yoxdur burada. Ne var xanım? Çok gözləyirik. Tural gəlsin, gedək. Kum gəldi, saat neçədir? 1-in yarısıdır gecə. Deməli, saat 1-dir gecə. Bravo'dan gəlirik. 20 yanvardakı böyük Bravo'dan. Belə bir şey almışıq. Advent kalendar gedir. Bunu Nilay aldı. Patrolu da Rahim üçün almışıq. Qiyməti bilmirəm nə qədər edir. Necə 7? 7 manataya gətirir. Ola bilməz. Ata demişdi. Ata hər şey şişirdir. Gözdə. Mango, kələm. Hani yoxdur axı balam. Peppa 1.99 hə. 1.99 almışıq arası. Ata hər şey şişirdir. Nəysə, Rahimə belə bir maşın almışıq. Bunu vertolyot. Çeri pomidor, Bravo'da çox ucuz idi. Onu götürürük. Makaron. Ankara makaronu indirimdəydi. Çay, Azər çay. M&M's Rahim üçün. Kinder Rahim üçün sarı qız götürmüşük. 2 dənə. Daha doğrusu 3 idi, birinci içdim. Bu mayonez çox qəşəng mayonezdir, əladır. Mən istifadə eləmirsinizsə edin, qəşəngdir. Rahimin sürprizləri. Kedin biri getdi, bu gəlsin. Portağal. Bu da indirimdəydi. Bu nə idi? Ne var? Mangoya nə qədər pul vermişik? 5 manat. Canım nədir? Bilmirəm dadı nədir, yeməmişəm. Endirimdəydi banan. Nə qədər? 5 manat verərdi bu qədər. Banan da qabağa düşdüyü düşünürəm. Kələm. Sonra uşaqları niyə alatırsan? Ananas aldıq. Bayram süfrələr bəzəyi. Soğan. Və burada qırmızı soğan, bir də altı soğan almışıq. Bu Bravo'dan birinci hissədir. Alışverişimiz elədi. 51 manat elədi. Bu birinci hissədir. Növbəti hissə Arazda olacaq. Proje mənim ikinci alışverişimdir. Bu nə qədər elədi baxaq. 30 manat Arazdan almışam. 10 manatdaki digər mağazalardan, milli tələbəs falan belə. Simiçkan almışam bunu. Bu çox qəşəng simiçkadır. Bunun göy yazılısı var, ondan almayın. Ancaq bundan alın. Duzsuzdur da, yəni göy salyonidir, duzludur. Amma bu duzsuzdur, çox qəşəngdir. Volk. Sonra yenə mayonez aldım. Gördüm, bu da endirimdədir, bunu da götürdüm.
Meşka da pis yani mayonezi. Tuz bitib məndə azaltdım. Tuz aldım. Sonra belə vitamin aldım. Bunlara. Nasıl aldım. Rahmi tembihliyordu ki bugün yemeyeceğiz ya. Moy aldım. İşte meyve şirası. Böyle şokolad konfet aldım. İnan ki mağazalarımızdaki olan konfetler hiçbir şokoladları hoşlamıram. Ona göre bir tane Bounty aldım biraz. Sonra Snickers aldım. Bunlar bir tane ürəyimcədir. Bir də bu mənim canımın konfetimdir və Rahimin meymun konfet. Çayını içməyə yaxşıdır. Ben lavaş almışam. Bu niye aldım? Bunu ne deyirlər? Şaplov edəcəm. Onun altına koymaq üçün aldım. Sonra belə bir, bu da endirimdəydi. Çalışıram ki bayram günlərində ancaq endirimdə olan şeyler alım. Bunun konservləşdirilmiş yaşıl noxud. Yəni qəşəydir. Və bundan da almışam. Kukuruz da aldım, qarğıdalı yani. Çünkü buna o yolka salat var ha, məşhur olan, ondan eləyəcəm. Bu da staliçin üçündür. Sonra ne götürmüşəm? O paketi yapışıb. Kırmızı pomidor turşusu götürdüm. Bu paket gitti. Geçirik ikinci pakete. Əsas məsələ. Pips aldım. Süfrədə olsun diye. Sonra Fanta aldım. Sonra saat 12 için şampan almışam, alkolsuzdur. Uşaqlar da içir. Biz ümumiyyətlə spirtli heç bir şey qəbul etmirik. Ona görə qidaların həmişəsinə fikir verirəm. Şokoladların belə ki spirt olmasın. Sonra böyle bir ince aldım. Açığı aş üçün istədim məhəlləmizdən alım. Həmişə oradan alıram. O da xoşuma gəlmədi. Bunu götürdüm. Day dedim girmişəm. 2 manatda bundan aldım. İndi Trala deyəcəm. Filə ümumiyyətlə məhəllədə heç bir mağazada yoxdur. Ona görə deyəcəm filə deyə aşkara üçün şeyləri şahslardan alsın. Göy aldım. Üzüm aldım. 4 manat elədi bu üzüm. Qara üzüm. Bu qırmızı üzüm əslində dadı yoxdur ama niyə alıram? Çünki atam həmişə yeni bayramında bundan alır. Süfrəmizdə olurdu. Ona görə elə bir düşünürəm ki bayramda olmalıdır süfrəmizdə. Sonra kartof da endirimdəydi. Kartof aldım. Şu qutardı. Et almamışam çünkü et var. Bir tane filə, onu da Turala deyəcəm inşaatçılardan alsın. Xurma falan böyle şeyləri ərik. Это папа? Спи. Наша. Это папа. Это папа, это мама, это не Вальчик, это Рахимчик. Нет, это папа. Я сказала, больше. Dünən axşam elədiyimiz alışveriş bugün etdiklərimlə bir yerdə 90 manat pul elədi. Hələ yenə də bəzi şeylər alacağıq. Ona görə 120 saat falan belə gedəcək də, yəni bayram alışverişinə. Bəzi şeylərdə, yəni çox şey ət falan evdə var, ətdir, düyüdür. Bu şeylər var evdə. Kök də varım evdə, yumurta da var. Yəni salat üçün olanlar. Bu qədər. Mənim gərçinlərim gəlir. Nə? Acıblar. Səni çox sevirlər deyəsən. Hə, məni sevirlər uşaq, məni tanıyırlar. Düyüdən zaten görüm nə var. Aparım. Gələm balalarım, gələm. Bizdə biz qoşunla gəl. Əvvəl 2-3 dənəsi gəlirdi. İndi bir 15 dənə, 20 dənəsi gəlir ora. Yumru düyü biraz qalıb, Turala deyərəm alsın. Bunlara töküm yazıqdılar. Mən qərar vermişəm, heyvanlara artıq yedizdirəcəm, yaxşılıq eləyəcəm daha çox. Bu insanlara daha yaxşılıq eləyən deyiləm. Çünki bilmədilər qədrimi. Gəlin balalarım. Hə? Düyünün səsinə qaydacaq. Görürlər.
Görürsünüz nə qədər olur. Əvvəl 4-5 dənə gəlir. Görürsünüz nə qədər gəlir. Qarığa da imkan vermir bunlara. Görün neçədən gəlsin bunlar? 2, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12 dənə. 12, 13 qarışdıra bilərəm. Gəldişdilər. Hava soyuq olsa da təmiz. Deməli, mən neçə vaxtdır bunu çəkmək istəyirdim. Daha doğrusu dedim ki, bunu təmizləyəndə vloga yerləşdirərəm. Mən bu pencəyi indi bilməm 90 manatdır, 100 manatdır bilmirəm. Bu pencəyi Zara'dan almışam. Keçən il almışdım. Baxın bir dənə tiftiklənibdir də, belə tiftik olubdur. Xüsusən də buralarında da var, qolunda var. Görürsünüz. Bunu Temu'dan zakaz vermişdik. Əslində kabelsizin zakazı vermişdik. Amma bilmirəm, gələndə baxdıq ki, kabel olandı. Kabellisi gəlib. Yoxlayaq görək necədir. İşlədir. Böyle yapar. Buna baxın, içində bu qədər tük var. Tiftik aparatından yoxdursa bununla da istifadə edə bilərsiniz. Necə? Yəni mən Rahimin bu şalvarı qalın şalvardır, bağçaya səhərlər geyinir. Ona görə mən bunun tiftiğini tezdə tiftiklənir. Mən onun tiftiğini yəni bu aparata qədər bununla eləyirdim. Baxın necə eləyirəm. Bəlkə də çox adam bilir bunu. Bunu görürsünüz. Belə bilemiyorlar. Böyle tutarsan ki ilişmiyor. Böyle ilişmiyor. Gördünüz oldu təmiz. Ben indi mən bundan istifadə edəməyəcəm. Yəni bunu niyə göstərdim? Kimdəsə görə o tiftik aparatı yoxsa bundan eləyə bilər. Ona görə göstərdim bunu. Amma rahatı budur, təhlükəsiz. Paltarı kəsmədən. Uzaqlaşdırıram. Bırakın. Bakın. Oldu tertemiz. Rahmi şalvarını dələdim, baxın, oldu tərtəmiz. Bu hissə göstermiştim də nə gündəydi. Oldu gül kimi. Elə bir paltar tam təzə oldu.